Bəh. Ne qəşəngdir. Sənə deyim ki, əla kontentli yerdir. Bu kimdir bizim otoq? Official. Phuketin mərkəzindəki otel co-livingdir, həm də co-working mərkəzi kimi fəaliyyət göstərir. İnsanlar tam belə yaşıllıq içində oturur və işləyirlər. Yuxarıda hovuzlar var, fitness mərkəzi var, uşaq saxlamaq üçün yerlər var, yoga mərkəzi var. Demək olar ki, hər günə bir aktiviti var və əslində remote işlər üçün çox yaxşı dizayn olunmuş bir yerdir. Məsələn, baxın görün nəyi nəzərə alıblar. Əgər bir itiniz varsa, kakasını götürmək üçün bu oteli çox bəyəndim. Hələ ki gəldiyimiz, o birlər düzdür, rahatlığı ilə müqayisə edə bilməliyik. O birlər daha çox kurort zonaydı da, orada nə qədər şey ola bilər ki, rahat. Çox rahat idilər ha. Yəni burayla müqayisədə demək istəyirəm. Xüsusilə ruslar burada çoxdular. Yəqin müharibənin də təsiri var. Ya da biz Ukraynalıları qarışdırırıq onlarla. Sizə deyim ki, remote iş dizayn edib, bir karyera fürsəti kimi məsələyə baxıb, çox rahat bura köçüb yaşamaq olar. Niyə də olmasın? Phuket Town'dakı otelimizin dam hissəsi rooftop infinity basseyndir və həmçinin İtalyan restoranı, viva restoranı var burada, hansı ki basen qırağına da servis edirlər. Səhər saatlarında daha çox ruslar idi gələnlər. Saat 8-dən təxminən 11-12 kimi gəldilər və ta ki artıq günəş olan çoxlu uşaqlar var idi. Hər birinin bəlkə də 2-3 uşağı var idi və artıq günəş onları narahat eləməyə başlayandan sonra 12-dən sonra artıq dağılışdılar və möhtəşəm, yəni çox gözəl görüntüdür. Əslində normalda bu şəhərdə tutduğum basen sadəcə qalmaq üçün nəzərdə tutulmuşdu. Tənbəl istirahət üçün deyil də. Çünki bura Phuket Town'dur və şəhərdə elə nəsə daha çox şeylər var. Fikirləşirdim ki, sadəcə otelə axşam səhər gedib gələcəyik və s. Amma elə oldu ki, otel o qədər rahat idi ki, biz günümüzün də çox hissəsini elə oteldə keçiririk. Daha sonra biraz gün yatandan sonra şəhərə gedirik və digər aktivitelərlə məşğul oluruq. Özümə kokonat sifariş verilmişdim və gedib görürəm ki, Əli onu yiyir. Mənim idi o. Mənim idi. Michelin restoranındayıq. Day and Night, Taylandın. 4 fərqli şəhərində də filialları var. Birinci kokteyllərdən başladıq. Hər birinin dadı o qədər fərqli idi ki və bir müddət sonra hətta gəlirdi dadı. Daha sonra tom yum supu dedik. Ortaya toyuq qanadları, amma balıq sosunda və digər yeməklər də gələcək. Bir sea bass. Sonra nə dediyimi unuttum. Fish and chips. Menyuda baxdıq, yəni bir çox şeydən dedik ki, dadlarına baxaq hər birinin. Buradakilər kofedir deyəsən. Tekilladır. Dad gedir, sonra gəlir. Bütün kokteyllərdə elədik, özdə alkollü də, alkolsüzlərdə də. From top to the bottom'dır kokteylin adı. Biziz insan
İnsan məntiqi ilə işləyişi eyni. İncəsənət yarada bilməz məsələlərini deyənlər məncə çox mühafizəkar yanaşırlar o şeyə. Bir insan necə musiqi yaradır? Burada bir Budist məbədi var. Orada da məktəb. Uşaqları görürsünüz yəqin. İçəri girəndə şortiklə girmək və qısa ətəklə girmək olmaz. Amma hal-hazırda remonta bağlanıb. Buranın ən böyük məbədlərindəndir. Hər şey qızılı, qızılı. Bu Budistlər deyirlər ki, bəs ay sadəlik elə gəldi, sadəlik belə getdi. Bu yoga müəllimləri onu da basıb bağlayır. Hə, belə sadəlik olur. Ay Allah. Taylandlı qızlar ağ olur. İki Taylandlı qız yiyib elə bir. Bura isə Phuketin köhnə şəhəridir. Phuket adasının belə deyək, tarixi ən zəngin hissələrindən biridir. Bura 19-cu əsrdə kalay mədənləri və sair çıxardılan Çinlilər, Çindən köçmüş miqrantlar tərəfindən şəkilləndirilmişdir, bu formaya salınıb. Yəni Tayland mədəniyyətindən daha çox biraz Çin mədəniyyətini əks etdirir. Burada Sino-Portugal memarlıq üslubunda binaları görürsüz. Talang, Pangnuga, Krabi, Dibuk və Yauvarat kimi əsas yollar üzərindədir. Xüsusilə Talang küçəsi, indi birazdan gedəcəyik ora. Ora tam belə restorasiya olunmuş bir küçədir. Kafe restoranların və festivalların əsas hissələrindən biridir. İldə bir neçə dəfə festival olur. Məsələn, ayda bir dəfə gəzmə günü olur burada. Taylandlılar və turistlər gəzirlər və xüsusi diskountlar və s. olan bir bölgədir. Burada kanabis satan mağaza. Qadınlı, kişili, gəncli, qocalı kanabis istifadəsi tamamilə belə rahatdır ölkədə. Çox belə rahat formada. Patonga bakanda insanlar daha çok yenilmiş şahsiyetleri. Daha medeni şeyler, sivil şeyler, suvenirler satımlar, makyajlar, şirket yerleri. Look, it's exactly on the other Ama side. biz biraz Bangladeş içinde aldık. Vay canına, işte burası. Here you could have come through this.
Bütün şəhər bu nilüfər gülləri ilə doldu. Nə? Firmada nə keçirsən Nilüfer? Ben bilirdim. Prosta biri soruşsun. Ya baba, pasiva dema. Bu küçə qrafitiləri ilə və ekzotik yeməkləri ilə məşhurdur. Burada böyük bir motosiklet restoranı da var idi. İçində bir neçə ilin motosikletləri və kofe ya da içki içə biləcəyiniz yer. İlk dəfədir polis görürəm. Niyə saxlayıb görəsən? Motosikletə görə saxlayıb. Balaca butik mağazaları var. Hansında Nə qışqırsan tiksindim mən. balaca butik mağazaları var. Böyle içerisinde fərqli çoxsun dərzisi ilə öz içərisində də oradaca yerində tikir. Qiymətləri yəni bura görə xeyli yuxarı qoyulur. Amma çoxdular. Bax belə yerlər. Taylandda arzular. Nə? Hamısı restoranlardır. Və yəni Patong'da gördüyümüz kimi deyil də, tərtəmiz filan belə. Phuket finished. Gedək o bir tərəfə. Qəşəng kafedir. Тут охладительница, Nə? охладительный, прохладительный напитки. Böverək, sərinləndirici. Burada içmək istəyirsiniz? Davay çay. Çöldə otursaz çox da sərinlənmir. Çöldə istəyirsiniz oturmaq. Hadi. İstəyirsiniz gedək adam çox olan yerə, istəyirsiniz bura, fərqi yoxdur. Pişik kafesi tapdıq. Dumanın yeri məlum. Oturursunuz? Olar. Oturaq. Miu. Vallahi Michelin ki Michelin də köpə olun Michelin. Tatlıydı babe. Möhtəşəm idi. O kokteyllər. Möhtəşəm. Çox yeməklərlə hər şey var. Fish and chips normal idi. Yəni bir fish and chips zaten nə ola bilər. Ha, Amma tapmışlardı da bura. bəli. Bu restoranın gözəlliyinə bax. Bu festival, yəni Loy Krathong festivalı hər ilin noyabr ayında Taylandda keçirilir. Sırf Taylanda məxsus bir festivaldır. Və bu gördüyünüz
belə deyək də kələngləri, səməniləri suya buraxaraq bax da suya buraxaraq onlar ruhlarını təmizləyirlər, suya olan minnətdarlığını göstərirlər, arzu tuturlar və pis şanslardan beləcə təmizlənməyi bilirlər, təmizlənmək üçün olan bir eventdir. Vişne. Chalong Bay adlı restorandayıq və bura əslində gəlmə səbəbimiz təsadüfi deyil. Biz təlimə görə bura gəldik. 50 neçə vaxtdır ki, fərqli kokteyllər düzəltmə istəyi var idi və ona görə də çox axtarandan sonra tapdıq ki, burada Phuketin ən yaxşı kokteyllərin öyrədilməsinin dərsini verirlər və hal-hazırda Əli onun dərslərindədir. Təxmini 3 saat çəkir və səhv etmirəmsə 3 və ya 4 fərqli içki öyrədirlər. Amma öncədən seçirsən ki, sən hansı based içkini istəyirsən. Vodka based, gin based, digəri isə səhv etmirəmsə sadəcə belə rəngli kokteyllər idi. Bəlkə də səhv deyirəm, onu düzəldib yazaram. Əli gin based olan kokteyllər götürdü. Çünki zaten evdə gin tonikin müxtəlif 1-2 növünü sınayırdıq və çox yaxşı alınırdı onda. Görək indi necə olacaq. Əlinin dərsinin ilk kokteyli hazırdır. Lime and honey. I can taste both of them. Bu butterfly kiss idi. Çox yaxşı idi. İçində balda var, lime'da var və ikisinin dadını test edə bilirsən. Necə keçir dərsin? Əla. Həmişə belə dərslər olsun. Məktəbdə də öyrədilsin belə şeylər. Bir də pineapple acılı sosu. Okay, and the next one, coffee. Coffee. Yeah, you can throw away the sugar. Sılamak istiyorsan in diyor.
burada çox yerlər var. Fillərlə bağlı fil sürə bilirsiniz, çimizdirmə, yedizdirmə və s. Amma çoxsunda fillər pis şəraitdə saxlanılan fillərdir. Onlara əziyyətlər olunur, keydilir və s. belə şeylər. Yeah, good picture. Yeah, that's all you have it on the face. What? Yeah. Sakit. Fillərin dilindən danışır. Filo. Adam fillər təlimçisidir deyə bizlə belə danışır. Allah. Birazdan ağzımıza yemək. He's in Turkey. My name is Brooke. We take care of you in the trip. And then in our package, our group, we have two packages. We separate by the wristband. Who know wristband? Hand up, please. Lisbon. Who not have a wristband? When you coming at the front, they not keep your wristband. Hand up, please. Lisbon'da. Yes. No wristband. Okay. Stand up and go there. Ha, bənd deyir də yəqin, qolbağı deyir. Yeah. And you are feeding and shower. Time about 1 hour. Deyir ki, onlar haftayı tur götürənlərdir. Biz 1 saat yarım tur götürürük. Mən də haftayı istəyirəm. Görsən Biz də haftaya gələ götürərdik də. Ciddisin? Ha. Yorulasınız. Mamanı da 55 il işləməyib indi işləməyə bəs. 55 neydi? Oradaki inciden şey 55 oldu ha onu. 26. Ay sana incidim səni. 55. Sumeczka jeszcze raz. Hay maşallah. O vakti ciddiye almayın. Çok ciddi al. Bu park isə, yəni Keçör Park. Burada isə fillər öz təbii şəraitlərindədir. Doğrudan yəni hər biri çox xoşbəxt görünürdü. Tam rahatdılar. Boyunlarında bəzilərinin ip var, düzdür, amma çox ehtimal ki, yəni normaldır da biz öz ev itlərimizi də gəzdirəndə boyunlarında öz tasmaları olur, xaltaları olur. Amma yəni hər həm fillərin şəraitləri çox gözəldir. 2 cür tur olur bu turu götürərkən. Bir half day tur, yəni bütün yarı gününüzü burada keçirirsiniz. Saatını seçə bilərsiniz. Ya səhər tezdən saat 7 civarı gəlirsiniz, ya da saat 1-dən sonra. Bir də var 1 saat yarımlıq tur. Elə bir gəldiniz, tez bazar yemək verirsiniz, şəkillər çəkdirirsiniz. Onları belə yuyurmuş kimi bir şeylər eləyirsiniz və qayıdırsınız. Sözün düzü biz 2-ci turu götürdük. Everybody. Yes. King is English, but maybe don't understand. Now, photo me, please. Çünki bütöv gün hava dözülməz dərəcədə istidir. Bütün gün əmin deyildik ki, bizi yora bilər. Bəlkə məsələn indi biz heç çimmək hissəsinə qalmayacağıq. Qayıtmaq planımız var. Görək buradan hara gedirlər. Hə. Çünki nəm olacaq, üstüm çox yaş olacaq, aparat, kamera və s. Ona görə elə plan var ki, görməm buradan tullana biləcəm. Yes. Okay. Ona görə elə qayıtmaq planı daha yaxşı olar bizim üçün. Belə yuxarı qaldır əlbə. Baby elephant. Not just only here. You can go to the baby. Nah, big ones are more interesting. Up to you. Big ones are definitely more interesting.
Elə olmaz elə. Burnun içine bak Bastıra. Ya burnun için çek. Paketi koy oraya. Paketi koy oraya. Onu koy. Yok ya arkayı. Burnuna ver də. Gəl səni storydə çək. Ay amma nə var elə şey eləməsəm burnunla götürərəm. Buna olmaz ha. Mama bütün qabıları pozitif. Allah aşkına. Birini ver bana abi. Gör ağzına. Why you not touch? Yes, you touch them to show them me. Can we like caress it? Bucket, no bucket. Come on. Can you Can come we here? just like caress it? Come with me. You trust me. You trust me. Good luck. More, Bon. Put. Look. Take my shoes off. Say Bon, and then you put. Yeah, you try. Bon, go. Put. Yeah, you made it. Now give me 5. You made it. Try again. So sorry, no. Sorry to make you scared. Yeah. Məsələn, indi Cannabis bu dükanın içində uşaqlar var idi. Oturmuşdular valideynləri. Orada satış eləyirdi. Maraqlı, qəribə bir kültür. Mən bu aləti sınamışam. Harasına basırsan yaxşı səs çıxır. Yəni belə götürüb məzələnəndə bir musiqi ortaya çıxır. Gəlgil itirmişəm. İndi olaraq da aram. Görüm hardadılar. Bu mənim çoxumda oldu. Növbəti Michelin qaydında olan restoranlarımızdan ilk qaşıq necə gəldi? What's it? Name. Mola Cas. Yeah. 1. Dəlixanadır. Phuket Town'da Bütün taksilərdir. Town'dakı neçənci? 4. Phuket Town'dakı 4-cü günümüzdür. Ya elə bir buradakı neçən var dedim. Bazarları ilə bağlı məlumat vermək istəyirəm. Deməli, əslində hər gecə 4-5 fərqli gecə bazarı var və hər birinin öz xüsusi günləri var. Məsələn, Old Town'un gecə marketləri ancaq bazar günləri olur. Naka marketlər ancaq 5-ci və 6-cı və bazar günləri olur. Digər marketlər var ki, 3-4 və müxtəlif günlər. Hər biri əsasən həftənin 2 günü olur, amma Old Town'dakı isə 1 gün olur. Elə bir qarışıqlıq, elə bir insan tayfasından söhbət gedir ki burada. Yəni və o basa-basın içində yemək yeyirlər. Gəzmək olmur, keçmək olmur. İstini, üstəgəl, yəni çox. Hələ biz təsəvvür eləyin ki, elə bir sezonda gəlmişik ki, yəni biz indi Bakıda kop dövrü olan vaxtda gəlmişik və noyabr ayıdır. Yay sezonunun başlanğıclarıdır əslində. Yəni hələ arabir bəzən yağışlar da yağır. Bir də bunun fevralı var, yəni əsas çünki sezon fevraldır. Orada təsəvvür edəmirəm necə bir insan izdihamından söhbət gedə bilər. Amma mama hər gün masaj götürür. Hər dəfə masaj götürür. Biz hələ yəni Taylanda gəlsəydə hamının ən məsləhət gördü belə dünyada ən məşhur olan şeylərə masaj olsa da ikimiz də çox masaj sevən biri deyilik. Hələ Kimsə mənə niyə toxunmalıdır?
Maksimum uzaq. Əli bu səbəbə görə mən ümumiyyətlə belə masaj sevmirəm və s. Hər növ dəniz məhsullarını yedirik, hər növ. Və gedirik. Sabah axşam Bangkoka uçuşumuzdur. Görək orada nələr gəlir. Nədir? Bangkoka uçuşumuz. Neçə saatdır yol? 50 dəqiqə. Prosta aeroportu 2 saat. 2 saat əvvəldən getməyə məcburuq. Deyilik, korkdan adam qorxur da. Orada nəsə təndir kimi bir yerə bir şey atdılar və səhərdən bax bu səs gəlir. Baba orada gördüyünüz. Phuketin əsas hissəsindən yarım saat uzaqlıqdadır bura. 19-cu əsrdə inşa edilib bu Chalong məbədi. Bu gördüyünüz rahiblər ona görə çox məşhur olublar ki, Çinlilərlə müharibədə xalqı dəstəkləyiblər. Halbuki din adamları adətən Çinlə məsələlərdə xalqı dəstəkləmirdi. Burada bu pul. Görürsünüz bütün dini şeylər bir-birinə necə oxşuyur. Pul atma məsələsi, bu adamlar, əsas müəllim içəridə. Yəni Avropa memarlığının qarşısında həm baxım olaraq, həm zövq və işləyiş olaraq, qəlizlik olaraq tam da bir şey ifadə etmir. Amma ümumilikdə görmək yaxşıdır. Burada Buddanın sümüyü olmalıdır. Ən önəmli xüsusiyyətlərindən biri məhz budur. Deməli, insanlar diz üstündə oturur, belə-belə çalxalayır və biri düşməlidir. Həmin o düşən şeyin üstündə də Rəqəm var. işarə var, söz, cümlə. İndi gəlin mən deyim. O rəqəmlə gedib palıbı götürürsən, Şu rəqəm var üstündə. Bəli. Bax da. Orada rəqəmi götürür. Pal götürdüm. Çünki mənim doğum ayım da həmin gündür. Bəli. Göndərdi, görək inşallah nə çıxır. Bütün o partlama səsi var buralardan gəlirdi. Bu təndir kimi yerdə. Və satırlar partlayır. Öyrənib. Baxın da özünüz Google-dan. Sarı Buda Şamaxının məşhur budasıydı. Köpəyi var. Budanın qudasıdır. Bəs istəyim təmiz deyilsə, Təmiz olmayan istəklərim var. Aygün Kazmovadan başqa. belə gün götürək Aygün Kazımova. Doğrudan. İnşallah. Allah'ım konuyu biliyorsun, amin. Phuketin məşhur simvollarından biri də bu dağın başındakı Budda heykəlidir. Amma təəssüf ki, hal-hazırda ora getmək olmur, çünki təmirə qapalıdır. Görən kimi dedim ki, ay başımıza bu da gələcəkdi, amma da neynəmiyorlar, təmir edirlər müəllimi. Bu da özü kökdür. Məsələn, budizmdə iradənin möhkəmləndirilməsi var, amma 40-180 kilodur. Məbədin içi. Çoxlu şey var. Deyilənə görə Budanın sümüyü var burada. Amma tam hardadır bilmirəm. Mən o yatanı, bu mən çox sevdim. Budur, sana duasın. Ha, kanka, əlini də başının altına qoyub, o bir əlimlə telefon tutarım onu.
bir restorana gəlmişik burada. Möhtəşəm. Yəni özünü cunglinin bir hissəsində sanırsan və içərisinin ayrıca kofe shopu var və yemək yeri var. Necə dadlar var. Çox əsəbləşirəm özümə ki, möhtəşəm sözünü mən çox işlədirəm. Amma yəni başqa hansı sifəti tapım bilmirəm. Çox gözəl dadlardır. Şirniyyatlar, fıstıqlı, şokoladlı yeməklər, qiymətlər çox normal və ərazi. Ərazidə siz burada səhv etmirəmsə buna zipline deyirlər də bildiyim qədərilə. Baxın bu layından bayaqdan insanlar belə sürüşür. Ətrafda heyvanlar görə bilərsiniz. Çox normaldır və yəni çox böyükdür ərazisi, çox gözəldir. Bəzi pik saatlarda içəriyə ancaq rezervationla gəlmək olur. Dəyər, yəni hətta gəlib çöldə gözləsəz belə mütləq gəlməli olduğunuz bir yerdir. Hər bir içkinin öz iyləri var. Seçməmişdən öncə iyləyirsiniz və ona uyğun dəmləyirlər. Xüsusi dəmləmə üsullarıyla, dərəcələrlə və s. Phuketdəki son günümüzdür. 2 saat sonra uçuşumuz var. Gəldik 3 Meymun adlı bir yerə. Bura yağış meşəsidir. Əsl, təbii, yəni süni şəkildə qorulmuyub. Onun üzərində Çox böyük sadəcə bir kafe yerdir. eləyiblər. Həm əyləncə hissəsi var. Əyləncə hissəsində insanlar trosla, bu adım bilmədiyim şeylə, zipline ilə gedirlər. İçəridə bir əsas restoranı var. Bir Coco adlı daha belə feminin bir restoranı var. Hər yer güllər, zat, çiçək-miçəkli. Şey mənada da, yəni özləri də yazıblar onun üzərində, belə cinsiyyətçi mənada demirəm. Aman Allah, 4 dəfə feministin əlindən adam qorxur danışmaq. Ya adı zaten elədir o hissənin, Coco Lady'dir də. Coco Lady'dir. Və bir də şey hissəsi var, cafe shop hissəsi var. Biz cafe shop hissəsində oturduq. Çünki səhər yeməyi və s. görə. Birazdan nahara keçəcəyik yemək hissəsinə. Yemək hissəsinin traditional hissəsi də var, hansı ki insanlar yerdə otururlar. Amma biz oturmuruq, çünki biz artıq o sivilizasiyaya keçmişik. Və yəni çoxdur, qəribədir. Yəqin insanlar xüsusi yerlər istəyirlər deyə. Çünki burada hər masanın öz rezervasiyası var da. Aşağıda insanlar nə qədər idi sıra gözləyən ki, yox, xüsusilə bura istəyirəm deyənlər. Tayvanda bağlı Old City. Çox maraqlı. Bircə Fifidə sıxıldım. Amma qalan yerlər məncə. Son gün başımıza biraz belə ürək sıxıcı şey gəldi. Otelin housekeepingi bir-iki əşyamızı götürüblər, geyimləri. Olan şeydir də, səyahətə gələndə belə şeylər olur. Hələlik kanalımıza abunə olun, izləyin və nə olsa yazın ki biz də ona baxaq. Çünki hamısını mən bir-bir oxuyuram. Hələlik. Mən heç birini oxumuram. Mən oxuyuram.